Axşamınız xeyir, sənin səsinə baxırsınız. Gəncə şəhər sakini Şahnaz Rəhimova deyir ki, oğlu Sadıqov Elşən sosial şəbəkə hesabında video paylaşıb və sonradan onu silib. Silməsinə baxmayaraq, DTX əməkdaşları Elşən Sadıqovu evindən gəlib aparıb və ona məhkəmə qərarı ilə 5 il həbs verilib. Mənim evladımın heç bir günahı olmadan aparıb 214 maddəsindən mənim evladımı şərrədilər. Mənim evladım 3 gün idi ailə qurmuşdu. Qoymadılar mən evladıma toy çaldıram. Qoymadılar qapımda xeyir iş eləyəm. Mənim evladımın özü Moykada işləyirdi. Özü Moykada öz əllərinin əməyi ilə çörək pulu qazanırdı. Heç bir ölkədən heç bir yerə getməmişdi. Mən hal-hazırda özüm bir ildir mənim evladım oradadır. Bir ildir mən evladımın dalından sürünürəm. Bir ildir mən evladımın dalından 2 saylı 5 ay Bakıda yatışdırdılar. Bakının yollarında qaldım. Bir ildir də buralarda qalmışam. 2 saylı tədrisxananın qabağında qaldım. Gecə gündüz ağlayıram. Gecə gündüz səsim də çıxmır artıq. Səsim də batıb, gözümdə yaş da qalmayıbdı. Quruyub gözümün yaşı. Aman zaman bir oğlum var idi. Onu da tutub apardılar. Nədən ötürü apardılar bilmədim. Yalandan dedilər sənin oğlunu 214 maddəsini qoyub şərrədilər mənim oğlum. Amma mənim oğlumun heç bir yerdə günahı yoxdur. Suriyaya getməyib, terror eləməyib. Anası deyir ki, Elşən Sadıqovun ittiham olunduğu terrorçuluq maddəsi məhkəmədə sübuta yetirilməyib. Gəncə şəhər məhkəməsinin hakimi Liza Xəsməmmədova Elşən Sadıqov barəsində 5 il həbs qərarı verib. Anası deyir ki, oğlunun cəzası azaldılsın ya da ona ev dustaqlığı verilsin. Rəşad Səfərov mənim evladımı tutdu, apardı. Mən xahiş edirəm sizdən, Rəşad Səfərov mənim evladımı apardığı kimi də dala qaytarsın. Mənim səsim batıbdır. Bir ildir mən sürünürəm. Türmə qapılarında bir ildir mən əziyyət çəkirəm. Mən heç nə tapıb apara bilmirəm uşağıma. Yuxa satıram, yuxa pulumla aparıram mən uşağıma çörəyimi. Şahnaz Rəhimova deyir ki, Mehriban Əliyeva və İlham Əliyevə dəfələrlə məktub göndərsə də, hələ ki məktubları cavabsız qalıb. Xətai rayonu Əhmədli qəsəbəsində yaşayan Mir Yaqub Seyidov 10 saylı qadın məsləhətxanasının həkimlərindən şikayətçidir. Bildirir ki, sözügedən tibb müəssisəsinin həkimi Mariya Kərimova onun həyat yoldaşına səhv müalicə yazıb. Nəticədə həyat yoldaşı ana olmaq imkanından məhrum olub. Yazdıqları yanlış diaqnoz, yanlış müalicə nəticəsində həyat yoldaşım evdə axşam saatlarında posthemorajik şok keçirərək yıxılmışdır. Mən də 100 çağrı mərkəzinə dərhal zəng eləmişəm. Təcili tibbi yardım dərhal yetişibdir və müdaxilə göstərilib. Həmin həkimlər mənim həyat yoldaşımı analıq hissindən məhrum eləyibdir. Həmin həkimlər mənə hətta tənqid formasını deyərək ki, polisi mən susturacam, məhkəməni susturacam, lazım orqanları susturacam, get neyinsə elə. Həmin həkim Kərim Mariya Ukrayna vətəndaşıdır, Azərbaycanda, Azərbaycan dövlətinə, Azərbaycan xəstəxanasına, Azərbaycan qanunlarından çalışır. Mən də bu şikayətimi lazım orqanlara müraciət eləmişəm. Mənim hələ də bu şikayətimə baxılmır. Araşdıraram. Familiyalara baxaram, araşdıraram. Ciddi məsələdir. Kimsə mənə xarabsızdan gəlib, kiməsə mənə göndərirsə, mən onu araşdırmalıyım nə məsələdir. Yox, mən eləyim. Şeydik ya, mən eləməmiş. Yevlax sakini Orxan Məmmədov deyir ki, illərdir talisimiya xəstəliyindən əziyyət çəkir. Bildirir ki, rayon icra başçısı Anar Tağıyevin dəfələrlə qəbulunda olub. Onun da adını ev növbəsinə yazmasını xahiş edib. Lakin icra başçısı vətəndaşın müraciətini nəzərə almayıb. İcra hakimiyyətindən isə dedilər ki, müraciət araşdırılacaq. Birinci qrup əllər, ayağım tutulubdur deyənə özüm gedəmirəm. Nə icra başçısı Anar Tağıyev, nə icradan bir nümayəndə, nə bələdiyyədən bir nümayəndə gəlib məni evdə qeydiyyata almır. Ev növbəsinə salmır. Mehriban xanım, Anar Tağıyev yalandan arxitektor xaliqi göndərir. Hərəsinin arxitektor ancaq cibinə işləyir. Altında neçə minlik maşın. Gəldi yalandan mənim evimi çəkdi, yuxarı evimi çəkdi. Ki sənin evini remont edəcək, narahat olma. Sonradan icra başçısı Anar Tağıyev mənə dedi ki, büdcədə pul yoxdur. Get hara şikayət edirsən elə. Mənim sənə ev verəsi ya da evi remont eləsi halım yoxdur. Yevlaxın digər sakini Selman Məmmədov isə deyir ki, ünvanlı sosial yardım üçün müraciət edib, lakin bu imkandan yararlana bilmir. Aidiyyatı dövlət qurumu isə məsələ ilə bağlı açıqlama vermək istəmədi. Dəfələrlə yazıb zəng etsək də nəticə əldə edə bilməmişik. Mərasim zalında işləyirəm.
İş olanda işləyirik, olmayanda maaş yazılmır, günü 25 manatdır. Özümdə heç kimim yoxdur, yetim oğlanam, anam yox, atam yox, evin tək oğluyam. Xahiş edirəm mənə istəyərəm ki, sosial yardım kəsilsin mənə. Kimə müraciət edirəm, dəstək olan yoxdur mənə. Bu həftəlik bu qədər. Növbəti həftə görüşərik. Hələlik.